Sabah solu qar yağacaq. Müstəqil.az xəbər verir ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Bildirilib ki, gecəyə doğru yarımadağın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu gecə 0-dan 3-ə qədər, gündüz 4-dən 7-yə qədər dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağ ətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-dən 10 dərəcəyə qədər isti. Dağlarda gecə 5-dən 10 dərəcəyə qədər şaxta, yüksək dağlıq ərazilərdə 15-dən 20 dərəcəyə qədər şaxta, gündüz 0-dan 5 dərəcəyə qədər şaxta olacaq.